Salam, hörmətli izləyicilər. Belə bir məsələyə baxırıq. Ümumiyyətlə bu suallar OTK-nın keçirdiyi buraxılış suallarıdır. Gəl bu məsələlərə baxaq, bir neçəsinə baxarıq. ABC üçbucağında demək belə bir üçbucaq axtarırlar. BH deməli AC-yə perpendikulyardır, AB-yə. Deməli gəlin bunu yazaq birinci. Deməli AB'yi burada deməli deyək ki C bucağı verilib 60 dərəcə. Deməli A bucağı verib 70 dərəcə. Və bizdən nə soruşulur? Soruşulur ki, deməli bu üç bucaqda HB-ni tapın. HB-yi yəni bu bucağı soruşulur. Bu bucaq alfadır. Ümumiyyətlə bu B-yə tənbələn rolunu oynayır. Deməli 180-dan biz deməli 70 ilə 60-ın cəmi 130-u çıxırıq, 50 eləyəcək. 50-dirsə tənbələn bura 25 düşəcək. Burada ümumilikdə 25 düşəcək. Onda biz burada nə edərik? 70 ilə 25-i toplayarıq. 70 plus 25 bərabərdir 95. Burada deməli 70, 25 neçə elədi? 95. 180-dan 95 çıxdıq. Bu da bərabərdir 85 dərəcə. Deməli bu bucaq oldu 85 dərəcə. 85. İndi bu kiçik üçbucaqda bura 90, bura 85, bura qaldı 5 dərəcə. Yəni burada cavab D variantıdır. Biraz görüntü zəif ola bilər. Keçdik növbəti suala. 15 üstü n ədədinin natural bölənlərin sayı 25 olarsa, deməli gəlin bunu yazaq. Natural bölənlərin sayı. Deməli 15 üstü n. 15 üstü n, 3 üstü n vurulsun 5 üstü n. Burada natural bölənlərin sayını yazsaq, necə yaza bilərik? Deməli, gəlin yazaq, natural bölənlər n plus 1 vurulsun n plus 1. Yəni üstlərə 1 əlavə edirik və onların hasılı bərabərdir 25-ə. n plus 1-in kvadratı bərabərdir 5-in kvadratına. Onda kvadratları nəzərə almasaq, n plus 1 bərabərdir 5 olacaq. N də bərabərdir 4. N-i tapın. Bizdən də N-i soruşurdu. E variantı. Keçirik növbəti suala. Növbəti sualımız görək nədir? Demək, ifadənin qiymətinin tapılmasıdır. Burada 2 misli verilibsə, biri kök altda 15 nəyin hasilidir? Kök altda 5. Kök altda 5 vur kök altda 3-ün hasili 15'dir. Bunların kvadratları cəmdə 8'dir. Onda bu zaman ağlımıza nə gəlməlidir? Yazırıq. Deməli, kök altda 8-ci dərəcədən kök 5 minus kök 3'ün ötərizə kvadratı. Bunu da bağlasaq, bunu açanda yəni bunu verəcək. Bu da bərabərdir. Kvadratla kök gedəcək. Kök altda 4-cü dərəcədən kök 5 minus kök 3 qalacaq. Bunu da vursaq, kök altda 4-cü dərəcədən kök 5 plus kök 3'ə. Bu da A minus B, A plus B-ni verdiyinə görə, onda bizdə nə olacaq? Deməli, kök altda 4-cü dərəcədən 5 minus 3 və bərabərdir kök altda 4-cü dərəcədən 2. 4-cü dərəcədən 2 E variantı. Keçdik növbəti suala. 34-cü sual. 34-cü sual yuxarı tərəfdə olacaq. 34-cü sual.
Deyir ki, eylənə çoxluğuna hansı uyğundur? Yəni, biraz aşağı indirək. Hansına uyğundur? Bax, fikir versək, A-nın B-dən fərqi. Bax, burada A ilə B-nin kəsişməsi verilib. Düzdür, burada A ilə C-nin kəsişməsi verilib. Burada həm B ilə C-nin birləşməsi, bəli, B ilə C-nin birləşməsi hamısı olacaq. Və A ilə kəsişməsi ancaq ortaqlar olacaq. Budur. Cavab burada C variantı. Keçirik növbəti suala. Təhlil köklərindən biri 3-dür. Kök demək x-in qiyməti deməkdir. Deməli, x-in yerinə 3 qoysaq, deməli 18 minus 3n minus 9 bərabərdir 0. 3n bərabərdir 9-a, n bərabərdir 3-ə. N təhlilin digər kökünü tapaq. N-i tapdıq 3. Deməli, n 3-dirsə, onda 2x kvadratı minus 3x minus 9 bərabərdir 0. Təhlilin köklərindən biri 3-dürsə, yəni x1 3-dürsə, x2 neçə olacaq? Deməli, x1 vur x2 bərabərdir mənfi 9 böl 2 olacaq. Deməli, x2-ni tapmaq üçün, deməli, mənfi 2-də 9-u bölürük 3-ə, yəni vururuq 3-də 1-ə. x2 bərabərdir mənfi 2-də 3, mənfi 1,5. Orada E variantı. Heç E-nin qiyməti orada ehtiyac yox. Sonra keçirik 36-cı sual. İki rəqəmli ədədin rəqəmləri cəmi. AB verilir, iki rəqəmli ədəd. A plus B neçədir? 12-dir. Bu ədədin onluqları göstər rəqəm, təşkil göstər rəqəmin 50%-nə bərabər. Təşkilik onluq. Yəni, belə deyək də, A onluqları göstərən rəqəm, təklikləri göstərən rəqəmin 50%-nə 0,5 B-yə bərabərdir. Onda həmin iki rəqəmli ədədi tapaq. Onda 1,5 B bərabərdir 12. Onda B də bərabərdir 8-ə. B 8-dirsə, A da olur, deməli 4. Onda iki rəqəmli ədəd 48 imiş. 48 haradadır? C variantı. Keçirik növbəti suala. 36-nı izahat verdik. Deməli, A nöqtəsindən AD və DA yəni alfanı soruşur. 75-dirsə bura olacaq, qövsümüz 150 olacaq. Onda digər qövsü olacaq 210 dərəcə. Çünki tam çevrə 360-dır. Alfa bucaqda qövsləri fərqinin yarısı. 210-dan 150 çıxarır, 60 bölür 2-yə 30 dərəcə. Deməli, burada hansı olacaq? C variantı. Gəlirik növbəti suala. Deməli, ifadənin sadələşdirilməsi bizə göstərilib. Deməli, birincinin kvadratı. Deməli, bu nəyin açılışıdır? Deməli, A kub minus 1 böl A kub. Deməli, plus. A plus 1 böl A kvadrat minus AB plus B. Burada da deməli A kubu çıxarsaq, deməli
A kubu çıxarsa A kub plus 1 qalacaq. İndi bunu sadələşdirsək, deməli A üstü 6 plus 1. Hə. İndi gəlin bunu sadələşdirsək, A üstü 6 plus 1 böl A kubu. Məxrəc bu cür olacaq. Sürətlə A kubunu çıxartdıq. A üstü 6 plus 1. A üstü 6 plus 1'lər getdi. A kubu çıxdı yuxarı. A üstü 6 oldu. Digərinə vuruldu. D variantı. 38 D variantı. 39. X minus 2 sayda işçi bir işi 12 saata. X minus 6 sayda işçi isə həmin işi eyni mədə 18 saata yerinə yetirirsə, X ədədini tapın. Deməli, X minus 2 işçi 12 saata. 12 saata. X minus 6 işçi deməli 18 saata. Deməli, X ədədini tapın. Deməli, biz burada nə oldu? İşçilərin sayı azaldı, saat artdı. Tərs mütənasiblik yarandı. Yəni, burada neyniyəcəyik? Qarşı-qarşıya vurmaqla yaza bilərik. 2x çıx 24 bərabərdir. 18x çıx 108. Onda 6x bərabərdir. 108-dən 24 çıxanda 84. Düzdürmü? Və x də bərabərdir 16. Deməli, 14. Deməli, x ədədi 14'müş E variantı. 40-cı suala baxırıq. Deməli, belə bir ifadə verilibdir. Bunu biz necə yerinə yetirək? Gəl bu eləyir 4'də 3. Bu 9'da 8 eləyir. 16'da 15 eləyir və s. Vur 225'də 124 eləyir. Deməli, burada nəyə fikir verməliyik? Deməli, və yaxud bu cür yazmamış, başqa bir şey ağlımıza gəlsin. Bunun məsələn 1 çıx 2'də 1, 1 plus 2'də 1. Məsələn, bunu 1 çıx 2'də 1. Bir də yaza bilərik 1 plus 2'də 1. Onda olacaq 2'də 1 vur 2'də 3. Vurulsun. 3'də 2 vurulsun. 3'də 4. Vurulsun. 4'də 3 vurulsun. 4'də 5. Yəni, bu cür gedəcək hamısı. Axırıncı da 225'də 15'də 15'də deməli eləyir 15'də 14 vurulsun. 15'də 16 və fikir versə hamısı gedəcək. Axırıncı ilə əvvəlki qalacaq. O da 15'də 8 eləyir. Və burada A variantı. Yəni, müxtəlif cür bunu yanaşmaq olar. Deməli, müsbət ki, A plus B cəminin müsbət. A plus B-nin bir dənə T-yə bərabər edir. Kvadratı yüksəlsək, A kvadrat plus 2AB bərabərdir T kvadrat. Onda bunları toplasaq 24 plus 30 T kvadrat.
Düzdür. 2 AB oldu 30. Bu da 34. Ha, 34. 64 bərabərdir T kvadrat. T də bərabərdir 8-ə. 8 də E variantı. Burada isə burada ABC 110 dərəcədir. Bura 110 dərəcədir. Deməli, YDF neçədir? Sual işarəsi. Hə, bizdən indi gəl bunu uzatdıq. Gəl bunu da uzadaq. Bax, bu cür uzatdıq. Aha, 110 dərəcədir. Bura oldu 70 dərəcə. Sonra paralellik şərtindən istifadə eləyək. Deməli, 70-dirsə burada olacaq 70 dərəcə. İndi bu da buna paraleldir. Burada da olacaq 70 dərəcə. Və cavab A variantı. Paralellik şərti. DF BC-yə paralel olduğuna görə bu da uyğun bucaqlardır 70 dərəcə. Qırx üç. ABD 70 dərəcə. ABD və 70 dərəcə. BC parçası BDY bucağının təmbələni. BDY-nin təmbələnidir. Bura alfa. Burada alfa. DCK bucağının təmbələni. Bura paralel olduğuna görə bura 35. Bura 35 olur. Ve DCK bucağının təmbələni. DCK-da olacaq 105. 100 buna 20. 145 dərəcə. Bu da C variantı. Sonra gəldi növbəti sual. 43, 44. ABC 90 dərəcə. BD AC-yə perpendikulyardır. AD vur DC, vur BD. 125 olarsa BD-ni tapın. ABC 3 bucağında, bax. Düz bucaqlı, bura A-dır, bura B-dir, bura C-dir, bura K-dır. İndi deyir ki, BD AC-yə perpendikulyarlıqdırsa, bura H deyək də, bura H. H kvadrat bərabərdir C vur K. Bu bir düsturumuz var. İndi AD CD, DC K'dır, BD. Hə. Onsuz bax, bura fikir versən, AD nədir? C'dir. DC K'dır, BD də H'dır. Onda olacaq H kubu bərabər 125. Bu düstur hündürlüyün düsturudur. Düz bucaqlı, üst bucaqlı. Bunda H bərabərdir 5 olacaq. BD hələ H-dır da 5. Cavab 5-dir. 10 detallı usta 3 günə, şagirdi 5 günə hazırlayır. Usta başa bilir 560 detallı neçə günə hazır. Bir günə 10 detallı 3 günə hazırlayırsa, bir günə
3'te 10 detal hazırlayar. Usta. Bir güne 5'te 10 hazırlayar şagird. Deyir 560 detalı neçə günə hazırlayar? Yəni ikisi bir yerdə 510 detalı neçə günə hazırlayarlar? 560. Bunda 3'te 10 plus 5'te 10 vurulsun. X bərabərdir 560. Bunda x bərabərdir 15 vur 560 bölünsün 80'e. X bərabərdir 105. Deməli 105 eləyir də. Neçə günə x bərabərdir 105. Sonra gəldi növbəti suala. Deyir ki, deməli A və B çoxluqları üçün kəsişmə. Onda 5'in üstünə 19 gəlirik. Üstünə kəsişmə gəlirik. Bu kəsişməyə bir dənə x desə, x bərabərdir NA birləşir B. Onda 3NA bərabərdir NB. 3 vur NA üstə gəl NA çıxılsın X deməli çıxılsın kəsişmə bərabərdir deməli nəyə? Birləşmə. Bu da deməli kəsişmə üstə gəl fərqlər 24 üstə gəl X. NA olacaq deməli. 6 plus X bölü 2. Deməli NA-nın B'dən fərqi. Burada düzgün gediş olmadı. Bir də baxaq sualımıza. Deməli NA üstə gəl NB çıxılsın NA kəsişir B bərabərdir NA birləşir B. Bu bir. İkincisi NA'nın B'dən fərqi üstə gəl NB'nin A'dan fərqi üstə gəl NA kəsişir B bərabərdir NA birləşir B. İndi 3NA bərabərdir NB. A'nın B'dən fərqi 5. B'nin 24 üstə gəlsin. Buna bir dənə X deyək də. X bərabərdir
Burada NA 3NA beraberdir NB. Onda biz belə də yaza bilərik. NA bərabərdir N A'nın birdən fərqi plus NA kəskin B. Onda belə yaza bilərik də. NA bərabərdir 5 üstəgəl X. 24 üstə gəlsin X bərabərdir NA üstə gəlsin 3NA 4 NA çıx X. Onda 24 üstə gəl X bərabərdir 4 vurulsun 5 plus X çıx X. 24 üstə gəl X bərabərdir 20 plus 4X çıx X. 3X 2X bərabərdir 4'e X bərabərdir 2'ye. Onda NA kəskin B 2'ye bərabərdir. Bu maraqlı sual idi. Həqiqətən biraz çaşdırıcı sualdır. Deməli, gəldi növbəti suala. Deməli, A plus B A kvadrat plus B kvadrat plus AB çıx 4 AB bərabərdir 0. Onda bu olur A minus B'nin kvadratı bərabərdir 0. Onda A minus B bərabərdir 0'a ifadəmiz 4 qalır. Cavab 4'dən. G47'də 4. 48'ə baxırıq. 48'də belə alır. Deməli, kök altı 3 çıx kök altı 2 plus bu ikisini qruplaşdırsaq kök altı 5'i çıxarsaq kök altı 3 çıx kök altı 2 bölünsün kök altı 3 çıx kök altı 2. Bu da bərabərdir kök altı 3 çıx kök 2'ni çıxarsaq onda olacaq 1 plus kök altı 5. Məxrəcdə də kök altı 3 çıx kök altı 2. Bunlar getsə qalacaq kök altı 5 plus 1. Bunun da ardı verilib burada. Kök altı 5 minus 1. Bunları da buranda 5 minus 1 olur. Bu da bərabərdir 4'ə. Xəbərin qiyməti oldu 4. 48. Aralarında məsələn 2 şəhərdən eyni. Onlardan birincisi bu yolu 16 saata. 901. bərabərdir. 960'ı böl 16'ya 60 kilometr böl saat. Birincinin sürəti 14 saate. İkinci bərabərdir 960'ı 14'ə böləndə deməli bu da bu qədər. O birin sürəti oldu. Deməli bunu sarısı 7'də 480 kilometr böl saat. Aha. Görüşənə qədər birinci avtomobil nə qədər yol gedəcək? Görüşənə qədər.
Deməli, 60'ı vurduq. Deməli, T'yə. İşte gəlsin. 480 bölü 7'ni vurduq T'yə. T zamana görüşdülər. Bərabərdir 960. Onda T'ni buradan tapsaq. T bərabərdir 400. Deməli, 7 vur 960 böl 900. Onda görüşənə qədər birinci avtomobil. Birinci avtomobil. 90'da 7 vur 96 vurulsun. Birincinin sürəti 60 idi də. 60. Şimdi ixtisar eləsək 3'ə 3 dəfə 2 dəfə bunda 32 64'ü vururuq 7'yə 7'dən də 28 42 448 kilometr. Bu cür 49'da bu cür oldu. Düz xətt deməli. Düz xətt aralığına C və D nöqtələrində toxunur. Deməli, CD verib 24. Bu çevrələr arasında ən qısa məsafəni tapın. Deməli, bu cür yaza bilərik. Bunları birləşdirsək. Deməli, bura 24'tür. Bura 10'dur. Deməli, B6, bura 26 olacaq. Burada neçədir? 16, burada 6. 26'dan da 22 çıxsa 4 olacaq. Ən qısa məsafə bura 4. 50'də 4 olacaq. Sonra 51. 180 nə qədər su buxarlandırmaq lazımdır ki 180'ın 20% bölü 100'ə 36 düz. Nə qədər su buxarlandırmaq lazımdır ki məhlulun duzluluğu 24% olsun. Yəni 180 çıx x, bu da 36, tuz öz yerində qalır. Bərabərdir 100'də 24. İndi bunu həll eləmək lazımdır. İxtisarlar aparsaq 14'ə 25'də 6 onda çarpaz vursaq 1080 çıx 6x bərabərdir 25'i vur 36'ya. Deməli, 900. 6x bərabərdir 180. X bərabərdir 30. Deməli, cavab 30 oldu. Deməli, 2 perimetri 60 olan ABC üçbucaqları bərabər tərəflidir. Bura A, bura A, bura B, bura B,
Bura B və C. Onda A B plus C'ye bərabərdir. Onda AC parçasının uzunluğunu çalışır. Perimetri deyirsən, perimetr 2A üstəgəl 2B üstəgəl 2C'yə bərabər. Xaricdəki tərəflər bərabərdir 60. Onda A plus B plus C bərabərdir 30. A'da B plus C'ye bərabər. Onda 2A bərabərdir 30. A 15'dir. Hele AC A'dır. AC bərabərdir. A bu da bərabərdir 15. Cavab burada 15 olacaq. Həştdən bir qrupda X qəzeti oxuyanların sayı Y deməli bunun üçün necə eləyək? Bunun üçün Venn diaqramı qura bilərik. 80 nəfərlik bir qrupda X qəzeti oxuyanlar bunların sayı X Y bura A'da bura 4A'dır. Hər iki qəzeti oxuyanların sayına bərabərdir. Bura X'dir. Bura Y. Deməli bura belə yaza bilərik. 3A yaza bilərik. Bura A yaza bilərik. Sonra qıraqda da bir A var. Onda 5A bərabərdir 80, A bərabərdir 16. X qəzetini oxuyanların sayı 4A bərabərdir 64. Y2 deməli A plus B. A plus B kvadrat bərabərdir 8AB. A minus B'nin kvadratı bərabərdir 4AB. Buna əsasən mən bunu bu şəkildə yazdım. Onda 8'i 4'e bölürük. Verir 2. Köşədə 2. Sonra gəldi. Qonşu bucağın birinin dərəcə ölçüsü 3 misli 3x, digərin dərəcə ölçüsünün 2 mislinə bərabər 2y. Bu bucaqları tapın. X plus y də 180. Bunda necə yaza bilərik? Bu əvəzləmə üsulu ilə yaza bilərik. Y 1/5x x'e bərabərdir. 2/5 x bərabərdir 180.
X də bərabərdir 72 dərəcə. Y də bərabərdir 108 dərəcə. Bu cür.